Deməli, artıq məktəb başlayıb, sentyabrın 15-dən bütün uşaqlar hamısı məktəbə gedir. Düz sevinə gedənlər də var, getməyənlər də var və valideynlər belə bir sual verirlər ki, uşaqlar çox maraqsız şəkildə başlayıblar dərsə, hətta ağlayanlar da var, hələ də ağlamaqlar davam edir. İbtidai siniflərdə, yeniyetmələrdən sonra danışarıq. Amma xüsusən də ibtidai sinif uşaqlarında bu hallar daha çox. Bu nədən irəli gələ bilər? Alışamı bilmirlər məktəbə? Ya artıq da o oyuncaqlardan mı qalıblar? Bu haqda bizə bir məlumat verirsiniz. Təşəkkür edirəm sualı üçün. Ümumiyyətlə, bu sual cavabı ümumiyyətlə genişdir. Mən çalışdığım qədər, lazım qədər bunu konkretləşdirəcəyəm və bütün cavablarda bunun içərisinə yığmaq istəyirəm. İlk öncə birinci sinifə daxil olunlarla başlayaraq, yəni yaş etibarında bunlar az yaşlıdırlar. 6 yaşından etibarən artıq məktəbə daxil olurlar. Düz Azərbaycanda məktəbə qədər təhsil var ki, bu da məcburidir. Ancaq məktəbə qədər təhsillə ibtidai sinif, yəni birinci sinifə daxil olmaq təhsili tamamilə fərqlidir. Təsəvvür edin ki, uzun bir yay tətili, oyuncaqlar, oyunlar və daha sonra birdən-birə artıq müəyyən bir disiplini içinə düşürük. Oradanca dəftərdir, kitabdır, parta arxasında əyləşməkdir, dinləməkdir və tapşırıqları yerinə yetirməkdir. Və akademik bacarıqlarını da öyrəndiyi ilk il olduğu üçün onlar üçün həqiqətən hər tərəfli çətindir. Bundan əlavə fonun arxası var ki, bu arxa fonda nələr var? Anaya, ataya bağlılıq ola bilər, evdən ayrılmaq istəməmək ola bilər və yaxud da ki, həssas qrupa daxil olan uşaqlar ola bilər. Hansı ki, həssas qrupa daxil olan uşaqlarda yeni bir mühitə adaptasiya eləmək tamamilə çətindir. Çünki məktəb özü hər halıyla yenidir, məkan yenidir, müəllimə yenidir və yeni orada sinif yoldaşları var artıq, parta yoldaşları var, məktəb yeni bir, təsəvvür edin ki, yeni bir məktəbin içərisindədir və yüzlərlə uşaqlar var və təsəvvür edin, çox kiçik insanlar və məktəb böyük, hündür, tanımadığı hədiflər, tanımadığı siniflər, yəni bütün qarma-qarışıqlığın içərisinə düşür və bu uşaqlar üçün əlavə bir stressdir. Bəzən bu uşaqların bir qismi bu stressi asanlıqla keçirə bilirlər. Yəni, adaptasiya müddəti müəyyən 2-3 həftə ərzində özlərini toparlaya bilirlər. Amma bəzən də həssas qrupa daxil olan uşaqlar bu adaptasiya dönəmini çox çətin keçirə bilirlər. Məsəl üçün, bunlara daxil edə bilərək ki, məsələn, anaya daha çox bağlı olanlar, evə daha çox bağlı olanlar və yaxud da ki, bəzən elə olur ki, məktəbə qədər uşaq ana ilə ata ilə eyni otağı paylaşırsa, məktəb başlayanda artıq birdən-birə qərar verilir ki, sən böyümüsən və yeni bir otağa yəni, məsələn, öz otağın olacaq və otağı başlayırlar ayırmağa. Həm uşaq məktəbə gedir, həm də otaq ayrılıb və sanki bu uşaq üçün böyük bir, demək ki, çevriliş olur əslində. Daha sonra yeni uşaq doğulursa, onunla bağlı mən sevmirlər, ona görə məktəbə göndərirlər kimi düşüncəsi ola bilir. Və yaxud da ki, yeni bir bölgəyə, yeni bir məhəlləyə daşınmaq, ora yeni bir məhəllə adaptasiya, eyni zamanda məktəbə adaptasiya üstünüzə düşə bilər. Ailədə məsələn bir itki ola bilər və yaxud da boşanma səbəbləri, yəni əsas qrupa daxil etdiyimiz, yəni psixoemosional sferada müəyyən bir çətinliklərlə birgə, yəni müşahidə olunma halını biz nəzərdə tuturuq. Bu kimi hallar nəzərdə tutulur və bu uşaqlarda müəyyən qədər çətinlikdir. Bir də qaldı digər, yəni 2-ci, 3-cü, 4-cü sinifə daxil olanlar. Onlar da ki, təsəvvür edin ki, tətil dönəmində istirahətdədir, istədiyi saatda yatırlar, istədiyi saatda dururlar. Amma məktəb başlayanlar artıq erkən saatda durmalıdır, erkən saatda yatmalıdır. Hələ üstəlik dərs, yəni problem də həll eləməlidirlər, dərsdə çalışmalıdırlar. Və buna görə də o məsuliyyət ki artır, yeni müəllimələr ki gəlir, dərsin yükü ki artır, saatlar ki artır, bu uşaqlarda əlavə bir stressi. Bu ümumiyyətlə normal bir durumdur. Müəyyən bir müddətdə uşaqlar bunlara adaptasiya olmalıdır. Təbii ki, valideyn də bunlara kömək eləməlidir. Müəyyən bir, məsəl üçün, onların məktəbin nə qədər gözəl olduğunu deməklə və öz məktəb xaritələrinə danışmaqla, müəyyən bir dərslər haqqında maraqlanmaqlarıyla,
biraz yardım etməkləri ilə və onları həm məktəbə apardıqdan və məktəbdən çıxaranda onları eyni saatı izləməklərinə əmin olmaqları ilə, yəni eyni saatda aparsınlar, eyni saatda gətirsinlər. Məktəb dərslərindən ən məsələsi də, ən əsası da odur ki, məktəb dərslərindən sonra evdə oyun oynamaq, müəyyən qədər vaxt keçirmək, bunu sevərək eləmək uşağı biraz rahatladan, stresi azaldan bir durumdur. Amma bir hal da var. Son zamanlar elə özümüzdə belə bir vəziyyət yaranıb ki, uşaq məktəbdən gəlmir. Şəxsən mən işləyirəm və mən axşam evə gəlirəm. Dərsin bir qismi ilə məşğul. Uşaqla çox zaman keçirdə bilmirik. Xüsusən də işlərimiz. Yəni tövsiyəniz nə ola bilər? Biri də mən. Ümumiyyətlə uşaq yatmalıdır uşaq, amma bizim zamanımız azdır. Uşaqla vaxt keçirtmək. Hərə işində, gücündə. Bu tövsiyəniz nə ola bilər? Burada tövsiyə ümumiyyətlə uşaq sahibi olmaq bir məsuliyyətdir. Burada zaten uşaq müəyyən kimlərsə rol model olaraq nəyisə öyrənir. Əsasən də sosial bacarıqları. Bunun üçün o valideyni ən önəmli rol model aldıqları onların valideynləridir. Təsəvvür edin ki, iş səbəbilə valideyn ki, zaman keçirə bilmir və uşağın rol model ala biləcək şəxslərin sayı azalır və əldə etmək istədiyi bacarıqların sayı da azalır. Bunu valideyn əslində bildikdə bu demək deyil ki, bütün gün bərabər olmaq xeyir. Keyfiyyətli zamandan söhbət gedir. Keyfiyyətli zaman 15 dəqiqə də ola bilər, yarım saat da ola bilər. Məsələn, əsasən də bizim tövsiyəmiz bundan ibarətdir ki, əgər iş saatlarınız həqiqətən gec saatlara qədər davam edirsə, əsasən bunlara həkimləri, tibb işçilərini də nəzərə almaq, hətta müəllimləri də nəzərə almaq lazımdır. Müəyyən bir həftə ərzində müəyyən günlər təyin edin. Müəyyən günlərə artıq onları daxil edin ki, keyfiyyətli bir zaman keçirin. Bu keyfiyyətli zamana, məsələn, telefonu, başqa insanları daxil etməyin. Tamamilə bir-birinizi daxil edin. Və siz uşaq mərkəzi yanaşmayla özünüzü yerinə qoyun ki, sizi sevən, şəxsi sevən və sizə ehtiyacı olan bir şəxs var, bir uşaq var. Onun həqiqətən sizə ehtiyacı var və keçiriləcək vaxta da ehtiyacı var. Və bunu artıq bir yolla, bir zaman ayırmaq mümkündür. İndi artıq mən bilən, əksər məktəblərdə və əksər valideynlər bunu belə edirlər ki, uşaqların dərslərinin hazırlığı üçün əlavə bir şəxslər tutulur və yaxud da məktəbdə qalır, məktəbdə dərslər hazırlıq qismində belə bir tədbirlər görülür, yəni hazırlığa gedir uşaqlar, hətta ibtidai siniflərdə. Buna görə də valideynin məsuliyyəti biraz yüngülləşir, dərslərinə o qədər də kömək etmək. Amma minimal formada ən azından müəyyən qədər oyun oynamaq, söhbət eləmək, yəni oyun oynamağı bəzən valideynlər düzgün başa düşmürlər ki, bizim saatlarla vaxtımız yoxdur. Bu 15 dəqiqə daxil ola bilər, 20 dəqiqə. İnanın o 20 dəqiqə telefonu kənara qoyub, ekranı söndürüb və digər insanları biraz arındırıb, tək başına üz qalmaq, müəyyən qədər söhbət eləmək hər şeydən önəmlidir. Yəni, saatlara ehtiyacınız yoxdur və hər gün də bunu etmək məcburiyyətində deyilsiniz. Həftədə bir dəfə, 2 dəfə kifayət eləyər ki, bu uşaqla olan münasibəti də bərpa eləsin. Bu əsas bir məsələdir. Onun dərsləri haqqında maraqlanmaq, kimdən oturur, hansı dərsləri yaxşıdır, hansı dərsləri sevir, nə də köməyə ehtiyacı varmı? Bu haqda məcbur etmədən, tələsirmədən sual verməkdə məncə kifayət eləyər. Bəli, düzdür. Buradan mən də bir dərs götürdüm. Düzdür, çalışdığım qədər zaman verməyə çalışıram, amma ki, bəzən inanın ki, elə bir yorğunluq halı olur ki... Bəli, biz insanlar. Həqiqətən insan. O demək deyil ki, hər şeyi kənara atır, ancaq övladımız biz sağlam olmalıyıq, biz özümüzlə o işləri saatlarına görə doğru şəkildə bölüşdürməyə bilməliyik, amma uşağa da zaman sərf eləmək, yəni bu da bizim üçün, onun üçün də çox önəmlidir. Bəli, mən belə bir çalışıram ki, iş sonrası bir-birimizə çox zaman ayırmadaq da, arada bir uşaqlar üçün belə bir zamanı ayırıram, çıxmaq, bunu eləmək lazımdır. Çox təəssüf ki, gəlirlər, mən pediatrik müayinədən danışım, belə bir hal olur, uşağı məktəbdən götürüb qaça-qaça həkimə gətirirlər və oradan da qaça-qaça hazırlığa qaçırlar. Hiss edirsən ki, uşaq artıq sönüb, uşaq yoxdur və uşaq məcburi bir vəziyyətdədir. Mənim öz düşüncəmə görə bunu etmək belə düzgün deyildi.
Yəni uşağın uşaqlıq dövründəmi əlindən alırıq? Bu haqqlarla mı? Bunun mənə elə gəlir ki, bir zamanı var da, hər bir şeyin öz zamanı var. Bu haqda nə deyə bilərsiniz? Yəni uşaqlarda hansısa bir tükənmə bilərmi? Həvəssizlik bundan irəli gələ bilərmi? Əslində bəli, çünki bəzən valideyn, əksər valideynlər, artıq mən Azərbaycanda və bölgələrdə də hətta mən bunu müşahidə etmişəm, özünü yaşaya bilmədikləri şeyləri, gözəl şeyləri və onlarla yaşatmaq istəyirlər. Məsəl üçün, mən fikirləşirəm ki, mən musiqi dərsinə getməmişəm, musiqiyə yazılacağam, hazırlığa qoyacağam, gimnaziya qoyacağam və yaxud da ki, hər hansı bir idmana qoyacağam və bunu hamısını eyni anda edirlər. Uşaq var idi ki, üzgüçliyə gedir, şahmata gedir, rəqsə gedir, hər şeyə gedir, rəsmə gedir və bu məktəblə yanaşıdır. Və üzbüyüz danışdıqda uşaq deyir ki, artıq mənim boş zamanım yoxdur. Bu çox gözəl bir şeydir əslində. Müəyyən bir əlavə məşğuliyyətlə məşğul olmaq. Bəzən valideyn bunu uşaqla məsləhətləşmədən və yaxud da doğru şəkildə qərarlaşdırmadan uşağı hər yerə göndərir. Bəli. Yəni dərsdən əlavə. Və bu artıq vaxt itkisinə gedir və artıq uşaq ona əylənə bilmir. Çünki valideynin bu zaman uşaqdan gözləntisi çoxdur. Və deyir ki, əgər sən idmana gedirsənsə, orada müvəffəqiyyətlə nəyisə qazanmalısan. Rəsmə gedirsənsə, orada hər şeyi gözəl eləməlisən. Çünki mən sənə yəni vaxt ayırmışam, ora aparmağa, ora gətirir. Çünki valideyn üçün də çətindir. Valideyn özü nəzarət edib aparıb gətirir. Və mən ona maddiyyat da ödəyirəm və gözlənti də çoxalır. Amma uşaq dərsləri ilə yanaşı bunu eləyə bilmir. Bu deməkdir ki, heç yerə aparmamalısınız. Uşağın bir bacarığını yoxlamaq lazımdır. Mənim uşağımın bacarığı nədir? Maraq dairəsi nədir? Və ortaq danışmaq lazımdır. Bəlkə musiqini sevir, bəlkə idmanı sevir. Bu həftədə o saatlarını ortaq şəkildə bir ayarlamaq, bir bölüşdürmək olar ki, uşaq özü də aslında bir zamanını geçirə bilsin. Təsəvvür edin, uşaq gəlir və konsultasiyalarda soruşur ki, hə, çölə çıxır, parka gedir, həftədə bir dəfə. Uşağın hər gün çöldə olmaq və həyətdə oynamaq kimi şansı olmalıdır hər gün. Yəni bu həftədə bir dəfə deyil. Yəni uşaq məktəbə getsə o deməkdir ki, ancaq dəftər kitaba hakim olmalıdır, ancaq dərs oxumalıdır. Bəli, dərsini oxumalıdır. Getməli məktəbini bitirdikdən sonra evə gəlməli, istirahət halı olmalıdır. Bu mütləq ki, həmyaşıdları ilə birgə həyatda olmalıdır. Həyat fiziki fəaliyyətdə olmalıdır ki, bu insanın yoxsa yorğunluğu, enerji boşalma hansı şəkildə gedə bilər. Dərsdən evə gəlir və mütləq ki, dərs eləməlidir. Bu ümumiyyətlə yorğundur, bu zehni yorğunluqdur. Bu əlavə yüklənmədir. Və uşağın məktəbə gedəndə bizim gözləntimiz ancaq uşağın akademik bacarıqlarının artması deyil, sosial bacarıqlarının artmasıdır. Və ona görə də özünə orada dost eləməlidir və məhəllədə və yaxud da ki, bina həyətində hər bir həyət özünün bir kiçik bir mini parkı var, həyəti var. Orada düşməli ən azından 15-20 dəqiqə, bir yarım saat fəaliyyətlərdə olmalıdır. Hətta düzdür, biz erkən yaş dövrəmdə ekran nəqliyyatı demirik, bir ekranda baxmalıdır. Bir animasiyalarda sevimli bir hər hansı bir seçilmiş proqramdan söhbət gedir və bu bunu saatlarla demirik. Gün ərzində buna təyin olunmalıdır. Hətta belə bir başqa məsələ də var. Yay tətilində uşağın əlində telefon var, limitsiz formada internetdə, YouTube-da, orada, burada. Məktəb başlayır, telefon alınır. Bu uşaqda bir şey olur ki, nədir? Və buna qarşıdakı məktəbin başlaması ilə əlaqəli olduğu üçün hətta məktəbə də nifrət edir ki, mən məktəb başladı deyərək telefonum əlindən alındı. O telefonu əldən almaq deyil, gün içərisində telefona məruz fəaliyyətinin yerinə yetirə biləcək müəyyən bir saat aralığı qurulsa daha yaxşı olar ki, bəli, bu saat aralığında mən dərslərimi həll etdikdən sonra telefona baxa bilərəm. Nəyəsə YouTube-a baxa bilərəm, hər hansı bir video oyunlarımı oynaya bilərəm. Bu uşağı limitləmir və uşaq normal məktəb fəaliyyətinin yanında əvvəllər etdiyi məşğuliyyətini də edə bilir. Uşaqlarla çıxıb da oynaya bilir və s. Bu uşağın maraq dairəsini zədələmir. Yəni müəyyən bir məsələlərə riayət etmək lazımdır. Dozunda, hər şey dozunda yanaşmaq lazımdır. İndi bəzən yanlış anlaşılmasını da istəmirəm. Deyirlər ki, ekran olarsa bütün gün telefon əlində olmalıdır. Yəni belə bir şey yoxdur. Yəni sosial mediaya daxil olursa, məktəb daxilində də bu əsasən yeniyetmələrə daxildir. Yəni məktəb daxilində də sosial mediaya daxil ola bilər, müəyyən bir paylaşımlar eləyə bilər. Təbii ki, hamısı nəzarət adı altında müəyyən bir saatların, yəni valideyn tərəfindən və özü tərəfindən ortaq qərar alınmış müəyyən saatlar daxilində bunu etməlidir ki, maraq dairəsi demək ki, tuta bilsin maraq dairəsini. Bəli. Yeniyetmələrə keçməmişdən qabaq burada bəzi suallar var, onlara baxaq. İlk olaraq yazır
yazılı, deməli 10 aylıq uşaq gecə məmədən əl çəkmir. Necə tərkibim? Ona gec durub məmə istəməyi. Mən pediatrik cəhətdən deyim. Yəni 10 aylıq uşağı yəni niyə ayırmaq istəyirsiniz? Hər birimiz bilirik ki, yəni uşaqlar, xüsusən də ana südü yeyən uşaqlar gecə oyanmaları, gecə qidalanmaları, gecə vərdişləri olur. Yəni çalışmayın ki, özünüzün rahatlığınız üçün uşağı tezliklə ayırasınız. Bu qədər məndən. Sizin tövsiyəniz nə ola bilər? Mən tamamilə sizdən razıyam. Çünki uşaq 10 ayda çox, yəni balacadır, çox körpədir bu uşaq. Yəni bu uşağı məmədən ayırmaq doğru deyil. Bu uşağın həm də yəni fizioloji ehtiyacının ödənilməməsidir. Və bu uşaqda artıq güvənsiz bağlama da yarana bilər ana ilə bağlı. Və siz bunu sadəcə irəliləyən bir, lap irəli yaşlarda siz bunu edə bilərsiniz. Hansı ki 18 aylıq və ya da ki 2 yaşında bir uşaq gecə məmə əmmək istəyirsə, bəli, siz onu ayırmaq düşünə bilərsiniz. Amma 10 aylıqda yəni həqiqətən çox Amma balaca. çox təəssüf ki, bu hal çox getdi-də, yəni gün ərzində eşitdiyimiz ilk suallardan biridir. Evet. Çox erkən çalışırlar, bu uşaq niyə yatmır, bu uşaq, yəni uşaqdır, gecə yatmaya da bilər, ona tabi olmalıyıq. Bu halları, yəni istəyərdim ki, azalsın. Belə bir sualımız da var. Salam, 5 aylıq uşaqda təzyiq nə dərəcədə qorxuludur? Yəni bu sual çox da anlaşılmalı deyil, çünki bizdə belə bir şey formalaşır, kəllədə təzyiq deyilə. Elə bir xəstəlik yoxdur. Bu keçmişdən qalmış bir qalıqdır. Hansısa bir nevroloji xəstəliyin fonunda yarana biləcək bir haldır. Yəni dilini çıxartdı, başını əstirdi, gözünü çəpləşdirdi. Uşağımın təzyiqi var deyə belə bir şey, belə bir anlayış yoxdur. Sonra bizim burada doktorlarımız var, bizi izləyirlər. Salamlayıram hər birini. Salam, məktəbə hiperaktiv və diqqət əksikliyi olan uşaqlar necə işləmək lazımdır məktəbdə? Məktəbdə bir diqqət əksikliyi, hiperaktivlik pozuntusu diaqnozu rəsmi şəkildə alıbsa və bu mütləq ki, psixiatrın nəzarət altında olmalıdır. Bunun dərman ehtiyacı varmı, yoxmu, dərman qəbul edirmi? Bu mütləq ki, olmalıdır. Bu bir. İkinci olaraq, bu dərmanla müdaxilə və s. bundan əlavə həmin uşağı fərdi formada, əgər davranış problemləri varsa, davranış pozuntu şəkildə fonunda problemləri varsa, mütləq ki, bir fərdi olaraq bir psixoterapevtdən görüş olmalıdır. Və eyni zamanda ailə görüşləri də bunlara daxildir. Çünki uşaq dərmanı qəbul edirsə, bu deməkdir ki, hər şey dörd-dörtlük olacaq. Uşağın hər hansı bir etdiyi davranışı evdə ailə hansı şəkildə müdaxilə edir və etdiyi müdaxilə doğrudurmu, yanlışdırmı, harada yanlış edir, hansı doğrudur. Mütləq ki, bir psixoterapevti müayinəsində olmalıdır ailədə və əlavə olaraq da uşağın özü də. Və məktəb fəaliyyətlərinə də daxil olduğu halda həmin psixoterapevt mütləq ki, sinif rəhbəri ilə və ya da dərs keçən müəllimlərlə əlaqədə kontaktını qorumalıdır, saxlamalıdır. Müəyyən şeyləri artıq müəllimlər diaqnozu başa düşəndən sonra hər şey normal gedir. Bir müəllimənin, müəllim olsun, fərqi yoxdur, təkcə diqqət əksikliyi, hiperaktivlik deyil, autizm haqqında və yaxud da ki, digər bir diaqnozlar haqqında müəyyən qədər bilgisi olanda hər şey yoluna gedir. Çünki bunlar müəyyən bir fərqli davranışları var, amma bu fərqli davranışlar diaqnozun daxilində normaldır. Və müəllimə bunu biləndə ki, bu normal davranışdır diaqnoza əsasən, artıq müəllimənin də şikayətlərini salır. Çünki əvvəllər deyir ki, sinifə qulaq asmaq istəmir, ayağa qalxır, ötürsən danışır və s. Bunlar yəni dərsin fəaliyyətini pozmayacaq şeylərdir, minimal bir səviyyəsi. Bunu yola vermək olar əslində. Eyni zamanda digər bu məsələ üzrə müəllimə də müəyyən bir tədbirlər keçirməlidir, digər uşaqlarda məlumatlandırmalıdır. Yəni biz buna kompleks müdaxilə deyirik. Yəni iş ancaq uşaqla bitmir. İş ailə ilə, uşağın özü ilə, siniflə və həmin sinif rəhbəri ilə birlikdə gedir iş. Yəni, mən bu qədər cavablandırmaq istəyirdim, amma konkret olaraq hər hansısa bir tipik olaraq hər hansısa bir davranış pozuntusu varmı? Sırf bunun üzrə bir müdaxilə tədbiri istəyirsinizsə, siz mesaja yazın. Bu, yəni hissəyə yazın, zəhmət olmasa. 9 aylıq uşaqda hansı halda autizmdən şübhələnmək lazımdır?
Neçə yaşı var? 9 aylı uşaqda. 9 aylı uşaqda müəyyən qədər şübhələnmə mümkün olar. 9 aylı uşaq göz kontaktı qurmalıdır, səsdən bir reaksiya verməlidir. Ətrafındakı hadisələrlə, əşyalarla maraqlanmalıdır. Müəyyən bir neçə əşya varsa, məsələn, oyuncaq qisminə, onun biri ilə götürüb ən azından maraqlana bilməlidir. Səsə reaksiya verməlidir. Ortaq diqqəti müəyyən qədər formalaşmalıdır. Müəyyən qədər təqlid etmə bacarıqları olmalıdır. Əgər bunlar yoxdursa, ən əsası da göz kontaktı, sevinmə, dərin təbəssüm, gördüyü insanı, tanıdığı insanı görüb təbəssüm etmirsə, dərin təbəssüm etmirsə, müəyyən qədər şübhələnmək mümkündür. Amma diaqnoz birbaşa qoyulmaz, izlənməyə alır. Amma müdaxilədə olunmalıdır həmin uşaqlar ki, bu kimi simptomlar daha da getdikcə dərinləşməsin. Yəni, autizm əslində belə bir şeydir ki, yerə bir stəkan su tökülür və yayla gedir. Əslində budur. Nə qədər ki, erkən bir müdaxilə etsəniz, o problem yaradacaq davranışlar müəyyən qədər minimallaşır. Axşamınız xeyir, doktor. Yaralı yerimdir. Uşağa çox vaxt dairə bilmirəm. Təəssüf qadınıyam. Yəni, bu haqda danışdıq. Çalışmalıyıq ki, vaxtımızı ayıraq. Salam, 5 yaşında uşaq baş barmağını əmir. Yatanda onu necə tərk edə bilərəm? Yəni, artıq uşaq 5 yaşına çatıb, siz çox gecikmişsiniz. Yəni, Aynur xanım haqda siz də fikrinizi bildirsəniz yaxşı olar. 5 yaşında uşaq ümumiyyətlə mən sualım olardı ki, ancaq yatandadır mı? Yəni bu kimi davranışlar var. Bəzi davranışlar insanları rahatlatdığı üçün biz buna öz-özünə stimulə etmək deyirik. Biz özünü sakitləşdirir, müəyyən qədər narahatlıqlar olursa və müəyyən bir müddətdən sonra bu vərdişə bunu təbii ki, tərk etmək mümkündür. Sadəcə mən ətraflı bir anamnezi alardım ki, yəni gün içində mi olur, hansı hallarda müşahidə olunursunuz, neçə yaşından bəri müşahidə olunur və də hər gecə mi müşahidə olunur, siz bunu hansı şəkildə qarşısına almaq istəmişsiniz. Bəzən çox yanlış bir analar yolunu seçir, zilyonku sürtürlər və iyrəndirmək üçün. Əslində biz demək ki, yatmazdan öncə biz yatma fəaliyyətlərini birgə edirik. Məsələn, ana ilə demək ki, övladı, uşaq özü birgə, məsələn, kitab oxuyaraq da, ana kitab oxuyur və s. Yəni, məqsəd nədir? Fikrini yayındırmaq. 2 həftə, 3 həftə. Yəni, bir vərdişi unutmaq 2 həftə, 3 həftə ərzində mümkündür. Və bununla da uşağı unuda bilir. Fikrini yayındırmaqla. Yəni, bu vərdiş etdiyi zaman əlini ağzına salma, etmə, filan şey eləmək bu vərdişi daha da gücləndirir. Nəyə ki, unutmaq. Ona görə də fikrini yayındırmaq, maraq dairəsini biraz genişləndirmək, gün içində olan əhval-ruhiyyəsinə fikir vermək lazım ki, gərginliyi varmı, müəyyən qədər narahatlığı varmı? Əsasən, özünü narahat edən uşaqlar, hiss edən uşaqlar bu şəkildə davrana bilirlər. Bayaq ki, xanım yazıb ki, süddən ayırmıram, xeyr, sadəcə hər yarım saatdan bir oyanıb istəyir, özünün də yuxusu pozulur. O uşaq artıq mənə elə gəlir ki, vərdiş halı yaranır. Bu sizin əvvəldən qurduğunuz rejimlə bağlıdır. Siz də belə düşünürsünüz, Aynur xanım, məncə başqa bir tərəfi. Bəli, Əfsan xanım, bu ananın qurduğu vərdiş də ola bilər. Və yaxud da ki, uşaq yoxludur, yetərincə süd əmə bilmir, sonra acıyır, qalxır. Yəni bu şəkildə yenə də vərdiş olduğu üçün bu kimi davranışları eləyir. Yəni bunu biraz uzada bilərsiniz. Bu yəni müddəti biraz uzada bilərsiniz. Hər dəfə, hər ağladığında uşaq o demək deyil ki, süd istəyir. Yəni ilk öncə bunu nəzərdə saxlamaq lazımdır. Bəli. Suallarımız hələ ki yoxdur. Keçək yeniyetmələrə. Deməli, yəni bir yeniyetmə də bizim evdədir. Artıq məktəb açılmamışdan qabaq böyük bir səs-küy yaranır. Yenə məktəb başladı, yenə hazırlıq başladı. Bu xüsusən mənim düşüncəmə görə burada da yenə o telefonda, planşetdə, kompüterin bunun bağlılığı da böyükdür. Mən sadəcə öz evimdəkindən görürəm ki, nə qədər qadağalar qoyulmasına baxmayaraq çox alışqanlıq yaranır. Hətta elə olur ki, xarici mühitdən belə təcrid olurlar. Yəni, bir əşyanın arxasıca göndərirsən, gözünün qabağında durduq yerdə onu tapmayıb gəlirlər. Və məktəb sevgisi də sıfıra yaxındır.
Bir gün getdilər dərsə, bu gün onsuz da dərs olmadı, amma yenə gedim də, hələ ki dərs keçilmir ki, getməyim. Amma evdə qalıb, arxasında oturmaq onlara daha maraqlı gəlir. Yəni, bu haqda nə deyə bilərsiniz? Bu günümüzün bir vəbası deyərdim, məsələn, ekran asılılığı həddindən artıq. Ekranın avantajı var, avantajı ilə yanaşı dezavantajı var. Yəni, bu qədər diqqət əksikliyi yaradan, yəni konsentrasiya pozucu bir demək ki, vasitədir əslində ekran. Nə qədər faydası olduğu halda bu kimin yəni dezavantajı da var da. Təsəvvür edin ki, uşaq, yəni ekranlı olmaq əslində biz adicə özümüzə götürək. Müəyyən bir Instagramda, YouTube'da olanda görə zaman itib gedir. Yəni o qədər əyləncədir, o qədər rənglər və əyləncəyə meyillilik var ki, biz də zamanın necə keçdiyini bilmirik və biz həqiqətən düşünürük ki, orada əylənirik. Məsələn, bir həftə əlimizdə telefon olsa, hələ biz yetişkinlərdə, bir həftə də çölə çıxmayaq, elə biləcək ki, həyatımızda hələ heç nə əksilmir. Hər şey bizə ekran verir və bu eyni şey uşaqlarda da belədir. Təəssüflər olsun ki, bizim bir dönəmimiz var idi, ekran yox idi. Biz müəyyən qədər sosial bacarıqlar əldə etmişik, məktəbin faydasını görmüşük, müəyyən şey etmişik. Ancaq bunlar erkən yaşdan bu qədər ekrana məruz qalıblar. Çünki bu birbaşa valideynin məsuliyyətinə olacaq bir şey idi ki, çünki valideyn nə qədər ortaq bir anlaşma və s. olsa da hər şey valideynin icazəsinə bağlı olmalıydı. Təsəvvür edin, bayaqdan dediyim kimi, yay tətilində istənilən qədər ekran və məktəb başlayanda artıq ekran məkanlara qoyub dərsə başlamaq o qədər də maraq gəlmir, heç kimə maraqlı gəlmir. Ona görə də bu kimi problemlər yaşayır. Və biz də bu ekran məsələlərindən məktəbin toqquşmaması üçün hər zaman valideynlərə tövsiyə edirik ki, məktəbin başlanmasına ən azından 2 həftə, 3 həftə qalmış bu məsələ haqqında danışın ki, uşaq bir müddətdə məktəb başlayacaq və məktəb rutini formulaşdırmaqdan ötürü məsələn, erkən saatda yatmağı, erkən saatda durmağı öyrətmək və eyni zamanda həftə, yəni məktəb başlaması 2-3 həftə qalmış müəyyən bir dərs planını onlara formulaşdırır. Məsələn, gündə 1 saat və s. Hər hansı bir kitab oxumaq ola bilər, nəsə bir riyazi işlər ola bilər ki, onlara vermək və ekran saatlarında limitləmək, müəyyən bir saat arasına salmaq. Çünki biz onu məktəbə hazırlayırıq, məktəb öncəsi bir dönəmdə. Bu dövrdə də məktəb başlayanda artıq uşaq müəyyən qədər məktəb rutinindən müəyyən qədər adaptasiya olunmuş şəkildə olur və artıq gec durma deyil, vaxtında durmağı öyrənir. Məsələn, saat 7-də durmaq lazım gəlirsə, saat 7-də duracaq, 7-nin yarısında duracaq. Çünki öncəsindən demək ki, 2-3 həftə öncəsindən bunun bir özünü vərdişə çeviribdir. Və yaxud da dərsə oturmaq və yaxud da bu kimi işləri artıq alışacaq və müəyyən bir günün içərisində mütləq və hər zaman valideynlərə deyirəm ki, uşaqla özünüz, üzbüyüz, yəni qarşılıqlı formada qərar verin. Günün hansı saatları ekran saatları olsun. Mütləq ki, də əlavə eləmək lazımdır. Mütləq ki, ekran olmayacaq kimi olanda uşaq aqressivləşir. Çünki uşağın yapısında, yəni o xəssiyyətində var artıq inkar etmək, qarşı çıxmaq. Yəni bu hər bir uşağa düzənsiz olmaq, ancaq əylənmək, hər bir uşağa xas olan bir davranışdır. Yeniyetmədə olsun, kiçik yaşlı da olsun. Zaten yeniyetmə yaşını 25 yaşa qədər ona artırırlar. Yəni 18 yaşda bitmir, 25 yaşa qədər artıq ona artırırlar. Və nə desəniz də zaten o qarşı çıxacaq o məsələlərə. Ona görə də ortaqlı formada bir qərar verməklə ki, məsələn, axşam saat 7-dən 8-ə qədər ekrana baxa bilərsən, video oyunlarını oynaya bilərsən. Bu artıq disiplinli, qətiyyətli olmaq lazımdır. Bunu disiplinə salmaq lazımdır ki, bəli, hər axşam bu belə olacaq. 2 həftə, 3 həftə sizə qarşı çıxacaq, daha sonra isə hər şey yoluna gedəcək. Burada ən əsası valideynin öhdəsindən məsuliyyətdən düşür ki, qətiyyətli olun. Övladınızla danışanda qətiyyətli olun. Yəni, bugün hə deyilsinizsə, sabah hə dediyinizə yox deməyin. Və yaxud da yox deyilsinizsə, yoxunuza hə deməyin. Və yoxu və həni uşağa görə doğru deyin. Qətiyyətli olanda müəyyən bir müddətdən sonra disiplin özü belədir. Və hər şeyində geri dönüşü var, hər şey təmin etmək mümkündür və sadəcə bunu qətiyyətli olarsanız, yəni bunu bacarmış olacaqsınız. Mən çox vaxt fəaliyyətdə deyirəm, ailələr arasında evdə məni izləyən nənələr varsa, topa ateşlə tutacaqlar. Məsələn, ana bilirik ki, ən öndə gedən bir insandır uşaq həyatında. Ana əgər bir qayda qanun qoyubsa, mən hər zaman valideynlərə belə bir məsləhət görürəm ki, sağ olsunlar, bəzən olur ki, nəsil gəlir və hamısını başa salırıq ki, əgər evdə ana buna qadağa qoyubsa,
siz özünüzü yaxşı eləmək üçün heç vaxt ona ana yox dediyinə siz o zaman uşaq belə deyək də heç kimi saymayacaq. Yəni qabaqda da deyir də belə bir hallara rast gələcək. Yəni çox təəssüf ki, bu hallar da get-gedə artmaqdadır. Yəqin ki, siz də görürsüz. Bəli, yəni hər dəfə biz bunları görürük konsultasiyalarda. Çox acınacaqlı bir vəziyyət yaranır və uşaq disiplin tanıya bilmir bu durumda. Bəli, bəli. Niyə çox biz müayinə edirik? Ay doktor, ağladırsınız, bəsdir daha və yaxud qan ana. İlk öncə onu qeyd edeyim ki, çox təəssüf ki, bizdə bu maarifləndirmədir, bu çox zəifdir və evdə uşaqları ilk öncə polislə qorxudurlar, həkimlə qorxudurlar və klinikaya gələndə bilmədiyi halda ki, mən hər zaman deyirəm ki, biz sizin dostlarınızıq, pediatrlar, uşaqları da olan sağlamlığını qoruyur. Necə polisdir, əskərlərimizdir, sizin keşiyinizi çəkir. Pediatrlar da sizin sağlamlığınızı qoruyur, sizin dostlarınızdır. Çox sağ olsunlar ki, çox analarımız var ki, inanın, o qədər gözəl uşağı öyrədib gətirirlər, uşaqlar fərqli olurlar, amma çox təəssüf ki, bəzən də uşaq gəlir, qapıdan böyük bir haykü ilə girir və görür ki, pediatr ona heç nə eləmir müayinədən başqa, sonra çıxmaq istəmirlər. Bu hallar azalmaqdan get-gedə artmağa başlayır. Həqiqətən doğru deyirsiniz, bəli. Bəli, çox təəssüf ki, bir də onu qeyd edeyim ki, yeniyetmələrə keçəndə biz belə idik ki, bizim heç bir sosial şəbəkəmiz yox idi, heç bir yerə oyunumuz yox idi. Bir dənə Tetris var idi, bilmirəm yadınızdadır mı? Onu da heç çox qoymurdum, amma gizlədirdi, bizə imkan vermirdi. Bəzən mən öz oğlumdan götürüm. Yəni, evdə kompüter var, telefon var. Bəzən uşaqda elə bir sıxıntı yaranır ki, deyir, hər şey mənə çox maraqsızdır. 15 yaşı var, artıq kompüter də ona maraqsız gəlib, telefon da, hər şey ona maraqsız gəlib. Bu nədən irəli gələ bilər, nəyə bağlı ola bilər? Hər şeyin artıq amma elədir. Bəli, bu hal nədən irəli gələ bilər? Bu, ümumiyyətlə, uşağın fərdi, ümumiyyətlə, biz daha ətraflı araşdırma etməliyik ki, gün fəaliyyəti, gün ərzində fəaliyyətlər nələrdir və s. və əyləncə dairəsi nələrdir. Çünki hər şeyin bir müvəqqətidir. Yəni, ekran da bir dizə müvəqqətidir. O da yorucudur. O da insanı yorur, həqiqətən zehnən yorur. Oradakı olan prosedurlar müəyyən qədər maraq dairəsi də itir. Müəyyən şeylər öz övqünə doğru ona həll etdiyi halda müəyyən bir hadisələr, məsələn, sosial şəbəkələrdə olan bəzi hadisələr emosional fonuna ziyan verə bilir. Onu görə bilir. Bəzi şeylərdən razılaşır, bəzi şeylərdən razılaşmır və yaxud da oyunlar bəzən uza bilir və s. Artıq ondan yorulur. Və bu uşaqlar ekrana çox məruz qalmış uşaqlar sosial bacarıqlar aşağı olduğu üçün dostluq eləmək, dostluğunu irəliyə sürdürmək, müəyyən bir, necə deyim, yaradıcı oyunlar deyim, ekransız deyim, oyunları qurmaqda çox çətinlik çəkirlər. Və buna görə də onlar özlərini tükənmiş hiss edirlər əslində. Yəni, bu məsələ də ola bilər, amma başqa məsələlər də ola bilər. Təbii ki, gün ərzində yəni fəaliyyətini də ölçmək lazımdır ki, yəni nələrlə məşğullar, nələrlə məşğul deyirlər. Yəni ətraflı danışmaq lazımdır, amma əsas dediyim bu fonda olur. Amma mütləq ki, uşaqları sosiallaşmalılar, mütləq ki, onlar həm məktəb fəaliyyətlərində aktiv formada iştirak etməlidirlər. İndi hal-hazırda məktəblərdə sosial işlər daha çoxdur, daha genişdir, müəyyən bir tədbirlər var və yaxud da ki, artıq müəyyən bir, necə deyim, idman fəaliyyətləri olsun, yaxud da ki, rəsm, art və yaxud da bu istiqamətdə hamısı əl çatan olubdur. Və sosiallaşması üçün çox gözəldir. Məsələn, bir uşağın idmana getməsi ancaq onun hər hansı bir idman fəaliyyəti öyrənməsi deyil. Orada yeni bir insanları tanımasıdır. Əgər müəyyən bir problemlə yaranırsa, insanlar arasındakı o problemi demək ki, həll eləməyi öyrənir. Yəni, müəyyən öyrənəcək çox şeylər var. Hamısı da sosial mühitdədir. Bir də mən bir mövzuda toxunmaq istəyərdim, Əfsanə xanım, icazənizlə. Buyurun, buyurun. Demək ki, əgər biz məktəb dövründən danışırıqsa və yeniyetmələrdən danışırıqsa, mən bu mövzu mütləq ki, açılmalıdır. Bu mövzuda ümumiyyətlə bir şeydə qərar, yəni yeniyetməli yaşanlar, okey,
artıq uşaqlarda bir cinsel inkişaf da, cinsi inkişaf da var və bunlarda həm birincili, həm ikincili cinsi inkişaf da gedir. Bədən, yəni quruluşları və s. dəyişilə bilir, dəri problemləri yarana bilir, həm oğlanlarda, həm qızlarda və s. Və dəyişmiş bədənini qəbul etmək onlar üçün müəyyən qədər çətin ola bilir. Və bu da onlara da müəyyən qədər çaxnaşma yarada bilər, müəyyən qədər çətinlik yarada bilər, özünü qəbul eləmək, problemlərdə və s. qəbul edə bilmək. Və yaxud da qızlarda menstruasiya dövrü başlayır ki, bu uşaqda, bu qızlarda da bir əsasən də erkən menstruasiya olmuş qızlara özünə güvənləri daha çox aşağı olur. Bu dövrdə onları da bilgiləndirmək lazımdır. Onları da nəzərə almaq lazımdır. Hər uşaqlar yeniyetmə dediyi bu kimi çaxnaşmalar ola bilər və bu kimi aqressiv davranışlara göstərilə bilər kimi ümumi belə bir deyimlərimiz var. Bu ümumiyyətlə yanlış bir deyimdir. Əgər uşaq müəyyən yaşa qədər doğru şəkildə disiplinlə inkişaf edibsə, müəyyən bir şeylər varsa, yeniyetməlik yaşında müəyyən hər hansı bir problem olmur, normal şəkildə də keçirə bilir. Disiplin olmayan uşaq, hərə yoxu, doğru şəkildə ifadə edib fəaliyyətləri yerinə yetirməyən uşaq bu dövrdə çox çətinliklər çəkə bilirlər. Bir də məktəb dövründə, məsələn, mən bullyingə toxunmaq istəyərdim. Bu zaman valideynlər də bilməlidir, bullying nədir? Bullying bir fərdin digər fərdə olan etdiyi qısnamadır. Yəni, bunu bilgili formada, şuurlu formada təkrar etdiyi negativ davranışlardır. Bu da Yəni, bullying. çox təəssüf ki, məktəblərimizdə çox belənə, mən özüm də görürəm də, hədsiz dərəcədə bu hallar. Bəli, əsasən də yeniyetmələr arasında olur. Bu hədsiz dərəcədə olması səbəbi əsasən doktor. Çünki orada olan rəhbərliyin və ya valideynlər də bunu görə bilər və s. bilgisiz olması və ya da bilgili olub boş məna qazandırmaması. Yəni, bu şeylər uşaqlar arasında olar deyib, etməsəydi, icazə verməsəydi deyib keçmələrdir ki, məsələn, bu intihara meyilli düşüncədən olması və sonunda intiharla bitməsi ilə nəticələnə bilər ki, ciddi bir məsələdir əslində bullying məsələləri. Məsələn, bullying var birbaşa və dolayı. Birbaşa bullyinglərdə nələrdən söhbət gedir? Fiziki, yəni hər hansı bir fiziki şiddətlə və yaxud da ki, verbal, yəni şifahi, demək ki, şiddətlə nəzərdə ola bilər. Bir də ki, dolayı var ki, məsələn, saxta dostluq olması və ya da kiber bullying ola bilər ki, internet üzrə ola bilər və ya da şantaj olunması, şayələrin yayılması, bu da dolayı bir bullyingdir. Əsasən, bullyingə məruz qalmanı biz necə görə bilərik? Valideyn görür ki, uşağın əhval-ruhiyyəsi dəyişilib. Əvvəlki dərsə qarşı həvəssizləşib. Akademik bacarıq həddindən artıq aşağı düşürüb. Uşağın çəkisindəki artma ola bilər ya da azalma ola bilər. Sosial təcrid var, danışmır, gülmür, əvvəlki sevgi fəaliyyətləri etmir, maraqlanmır, çölə çıxmaq istəmir, məktəbə getmək istəmir və bu kimi birdən-birə yaranır. Bəzən bullyingə məruz qalan uşaqlar onu asanlıqla ifadə etməkdən çəkinirlər. Yəni, qorxurlar, ya utanırlar, ya onları şantaj ediblər deyənə. Bu müddətdə valideyn bir mənalı olaraq, yəni uşaqla bir ünsiyyət qurmalıdır. Yəni, bizdə də belə bir şey var, yəqin özünüz də bilirsiniz və həddindən artıq məncə razı ola bilərsiniz ki, valideynlər bu dövrdə uşağı məcbur edirlər ki, qorxudaraq ki, sənə falan şey elədilər mi? Zaten uşaq heç bir şey deməyirsə, qorxudaraq uşaqdan hər hansı bir söz ala bilməzsiniz. Uşağın dostu olmaq lazımdır bu dövrəmdə. Biraz yavaş, biraz belə qulaqla girmək lazımdır, bir də şəffaf olmaq lazımdır. Yalan danışmamaq, yalan şeylərə söz verməməklə, tələs etməməklə, icazə verməklə. Və bundan əlavə fokuslamaq lazımdır məktəbə. Məktəb müəllimlərlə, rəhbərliklə. Məktəbin, hər məktəbin psixoloqu var. Məncə, sosial işçisi də var, səhv eləmirəmsə. Bir çox məktəbdə yoxdur deyəsə, amma bilmirəm, olmalıdır. Və mütləq ki, əlaqə kontakta keçmək lazımdır. Sizin övladınız bir sinifə daxil olursa, işi kənara atılıb bu bizim övladımızsa, o məktəbdə kimlər təhsil alır? Hər bir uşağın valideyninə kontaktımız olmalıdır. Tolerant olmalıyıq. Pis valideyni, yaxşı valideyni deyərəkdən deyil. Hər kəsi mühakimə etmədən kontaktlarını əldə etməliyik, bir danışmalıyıq, bir şey eləməliyik ki, müəyyən bir problem yarananda mühakiməsiz ünsiyyət bizi qabağa aparacaq, uşaqları xilas edəcək. Əgər bir uşaq bir uşağa bullying edibsə, problem ikisindədir. Bullyingə məruz qalan, yəqin ki, özünü yaxşı müdafiə edə bilməyib, özündən aşağı olan, əsasən də həssas qrupa daxil olan uşaqlar yəni bullyingə məruz qalır. Bullying edən uşaqların da görülən yaşayır ki, bullying edərək zövq alırlar.
Yəni bir məmnunluq hiss edirlər və bu da psixoloji cəhətdən sağlam bir uşaq deyil. Yəni iki uşaqda sağlam olmayan bir uşaq məsələsi yaranır ki, iki uşağa da kömək lazımdır. Və buna görə də iki uşağın da valideyni yəni ünsiyyətə keçməlidir ki, bu vəziyyəti demək ki, düzəldə bilsinlər, təmin edə bilsinlər. Daha sonra yoxsa çox pis nəticələrlə üzləşə bilərik. Bəli. Burada bir-iki sualım olub. Deməli, sağlam oğlum 2 ay yarımlıqdır, amma böyük bayrakda güclənir, ağrıdan çıxır, amma çıxanda bərk çıxır. 2 ay yarımlıq uşaqlarda o qidalanmasına bağlı ola bilər və yaxud ana südü yersə sizin qidanızla bağlı ola bilər. Yəni onun səbəbini bilməliyik. Yazmısınız nədən ola bilər? Səbəblər çox müxtəlif olur. Xüsusən də qidalanmadan asılı olur bu hallar. Yəni baxmaq lazımdır. Axşamınız xeyir, Əfsanə xanım, Nur xanım, çox məlumatlı, faydalı canlı yayım üçün təşəkkür edirik. Biz təşəkkür edirik. Bilmirəmsə Zöhrə xanımdır. Çox sağ olun, qoşulduğunuz üçün. Təşəkkürlər var. Dərsə həvəssiz olan şagirdi necə həvəsləndirək? Çox maraqlısı. Dərsə həvəssiz olan şagirdi həvəsləndirmək üçün məsələn, indi baxın nəyə görə həvəssizdir, neçənci sinifə daxildir, hansı mövzularda, hansı fənlərdə çətinlik varsa həvəssizlik yaranır. Bu müəllimlə də bağlı ola bilər ki, yaxşı izahat verməyibdir və s. bununla da bağlı ola bilər. Yəni, nəyə görə həvəssizdirsə, birinci səbəbi tapmalıyıq. Çünki problemi həll etmək üçün də səbəbi təmin eləməliyik. Əgər müəllimlə bağlıdırsa, müəllimlə ünsiyyətə keçmək lazımdır. Əgər uşaqlarla bərabər, məsələn, bullying ola bilər. Məsələn, Bayxan az öncə danışdım. Təkcə qeyri-müəllimlər arasında deyil, eyni zamanda demək ki, aşağı yaşlı uşaqlarda da ola bilər ki, bunu demək ki, nəzərə almaq lazımdır. Daha sonra kömək etməklə, ünsiyyətə keçməklə, məktəb haqqında xoş bir tarixçəniz varsa, onu danışmaqla siz bunu yəni müəyyən qədər kömək eləmiş ola bilərsiniz. Əgər bu uzun müddətlidirsə, əgər uzun müddət ərzində davam edir və öyrənə bilməməyinə, yəni konnektiv inkişafına təsir göstərə bilirsə, mütləq ki, bir demək ki, mütəxəssisdən ünsiyyətə keçmək lazımdır. Bir sualımız var. Disiplin qrup davam etdirmək üçün hansı metoddan istifadə etmək lazımdır? Məsələn, bunun bir hər hansı bir tərifi, bir metodu və yaxud da ki, bunun bir resepti yoxdur. Disiplin nədir? Qətiyyətlilik deməkdir. Qətiyyət olmaq lazımdır. Uşaq mərkəzli düşünməyi, görməyi bilmək lazımdır. Bunlara ən başında empatiya durur. Yəni, özünüzü övladınızın yerinə qoyacaqsınız. Mühakimə etmədən, emosiyaları qarışdırmadan. Niyə görə bu davranışı edir? Niyə görə etmir? Nəyə görə mənimlə razılaşmır? Nəyə mən səhv eləmişəm? Nəyə doğru edə bilməmişəm? Əgər bizim bağımız, güvən bağımız yerindədirmi? Ünsiyyətimiz normaldırmı? Əgər ünsiyyət normal olmadıqda, məsələn, disiplin o deməkdir ki, mən autoritet olmalıyam, mən nə deyirəmsə o yerinə yetirməliyəm. Disiplin heç də bu deyil. Disiplin müəyyən qaydalar var ki, o qaydaların ardıcıllıqla yerinə yetirilməsidir. Burada hörmət var, burada sevgi var, burada şiddət yoxdur. Burada qışqırmaq, səs yüksəltməsi yoxdur. Yəni, ona görə də siz az öncə sadaladıqlarını bir nəzərdən keçirməlisiniz məncə. Bəli. D vitamini neçə ay qədər vermək lazımdır? D vitamini ümumiyyətlə yeni qaydalara görə uşaq doğulandan başlamaq lazımdır. Düzdür, biz Azərbaycanda hələ ki 14-cü günündən etibarən veririk D vitaminini. 2 yaşa qədər verilməlidir. 2 yaşdan sonra qan dəyərlərinə baxılır. Ehtiyac olarsa 3 yaşa qədər davam eləyirik. Amma yenə də bu həkim məsləhətindən verilməlidir mütləq şəkildə. Çünki hər bir D vitamini çox ağrılı nöqtədir. Qonşu qonşuya D vitamini məsləhət görür. Öz uşağı necə içirsə, onu da ona məsləhət görür. Qəti surətdə belə eləməyin. Çünki hər D vitamininin dozalanması var. Bir damcıda neçə təsir vahidi var və hansı uşağa hər yaşa profilaktik dozada olsa çox fərqli verilmə qaydası var. Ona görə də çalışın ki, heç kimə bu haqda məsləhət verməsin. Hətta aşırı D vitamini doz aşırılması ola bilər ki, bu da uşaqlarda toksik vəziyyətlərə gətirib çıxarda bilər. Bu yaxınlarda Aynur xanım belə bir gəlmişdi. Hardasa 4 yaş yarımlıq idi. Dedim ki, heç uşaq D vitamini alıbmı? Dedilər ki, yox.
təzə doğulandan 3 ay verdik, sonra vermədik. Dedim, nəyə görə vermədiniz? Deyir, bizə dedilər ki, uşağa D vitaminini çox verəndə uşaqda autizm yaranır. Belə qaldım, dedim, bu müəllimlər, boyda heç kim bunu tapmamışdı, bunu tapana mükafat verir. Bu kim imiş belə tapıb? Yəni, buna heç aidiyyəti mən düşünürəm ki, olmayacaq dərəcədə bir hal. Bilmirəm bunu. Hətta D vitamini eksikliyi, hətta D vitaminli dəmirin eksikliyi uşağın ümumiyyətlə sinir sistemi inkişafında ciddi bir təsir verir. Eksikliyi qalmışdı, o yəni D vitamini qəbul olunması. Bunlar hansı Azərbaycanda olmuş miflərdir? Təəssüflər olsun ki, valideynlər buna inanmır. Təəssüflər. Bugün bir balaca körpə gəlmişdi. İnanın ki, bildiniz də bugün də hava isti, soyuq da yoxdur. Uşağın başında 2 papaq, əynində qalın. Nənələr gəlib, babalar gəlib, hamısı qol açıq, belə rahat şəkildə gəliblər. Bir uşağı giyindirməkdən əlavə də qəşəng adyala da büküblər. Belə baxdım, dedim ki, evdə paltar qaldı mı? Var mı evdə paltar? Təəccüblə mənə dedi, niyə yoxdur? O qədər paltar var ki. Dedim, heç olmasa onları da giyindirərdiniz də, evdə qalmazdı. Uşaq o qədər inanırsınız, soyundur. Uşaq evi cənnətə düşmüşdü, əlin qolun atıb. Yəni, çox xahiş edirəm, yəni dinləyən analarımız, nənələrimiz, çalışın ki, alt üst getirib uşağı xəstə eləməyin də, yəni bunu özünüz yaradırsınız. Deyir ki, mənim uşağım heç vaxt xəstələnmir. Yox, bu xəstə, mən özüm böyütmüşəm, xəstələnməyib, belə böyütmüşəm. Bu da elə olmayacaq. Sizin uşaq şərait fərqli olub, yediyi qidalar bəlkə də daha fərqli olub, mühit başqa olub. Yəni, özünüzün tərbiyə elədiyiniz uşaqla bunu yan-yana tuta bilməzsiniz. Və çevrə tamamilə fərqlidir, dövran ümumiyyətlə tamamilə fərqlidir. Və hətta mən bəzi кейsləri dinləyəndə düşünürəm ki, əfsanə doktor, təsadüflər nəticəsində sağ qalıblar. Çünki o qədər səhvlər edilir ki, o qədər yanlışlıqlar, məncə siz özünüz də bilərsiniz, məsələn, erkən yaş dövründə, məsələn, yeni doğmuş uşağa inək südünün verilməsi, südü inək südü veriblər, umulan hər hansı bir məlumat, demək ki, vəsait hazırlıqlar, bir qida, yeni doğulmuş uşağa artıq ondan hazırlanmış bir qidanı veriblər. Yəni, bu məncə təsadüflər nəticəsində sağ qalıb həmin uşaqlar. Amma bir şey deyim də, o ilk öncə öz fəsadını göstərməsə də, artıq uşaq böyüyəndə o özünü göstərir. Mən dəfələrlə gəlmişəm ki, çox hallarda olub. Burada bizim bir sualımız deyəsən qalıb. Allah sizdən razı olsun. Çox gözəl məsləhətlər verdiniz. Uşaq da diqqətlə izləyir sizi. Sağ olsun deyir. Biz də istəyək, amma bir dərs götürsün. Sonra bəs 5 aylıq uşaqda təzyiq nə dərəcədə qorxuludur? Siz əgər əminsinizmi bu var, bunu bir araşdırın. Yoxsa belə deyək də, fala baxan kimi mi deyilib sizə? Bir bunu araşdırmaq lazımdır. Ən yaralı nöqtədir. Sonra Əfsanə həkim 8 aylıq oturmamağı normaldır. Xeyr, 8 aylıq uşaq artıq tam şəkildə oturmalıdır. 6 ayından etibarən oturmalıdır və bunu bilirsiniz Aynur xanım, belə bir hal rast gəlir. Uşaq bütün günü uzadırlar. Yəni özümüz də ona şərait qurmalıyıq, yanlarına döşəklər qoymalıyıq, arxasına oturmasını heç olmasa təmin etməliyik. Uşaq uzadırlar və deyirlər, mənim uşağım oturmur. Siz bütün günü bunu uzadırsınız ki, sizə rahatçılıq olsun. Elə olmaz. Əgər yox, siz bunu da eləmişsiniz, başqa bir uşaq oturmursa, burada ciddi problemlər də ola bilər və həkimə müraciətinizdə fayda var. Mütləq. Sonra nə var? Məncə burada da elə bir sualımız qalmadı. Bir də indi belə bir şey var. Deməli, əvvəllər indi biz öz dövrümüzə keçək. Bizim valideynimiz, indi demirəm, uşaqlar indi valideynindən qorxmur, çəkinmir, olur, o hallar da olur. Amma valideyn bizə bir göz bərəltməsi, bir mimika göstərməsi bizim üçün bir qorxuydu ki, qonaq getdisə, vay halımıza.
və özümüzü normal aparmağı bacarmalıyıq. Amma indi elə deyil. Biz uşaqlara biraz sərt baxışla baxanda nə? Bizə deyirlər, sən niyə elə baxırsan ki? Və onlar özlərində o cürəti toplarlayıb, yəni valideynə bu cavabı kimisə verə bilirlər. Bu nə irəli gələ bilər sizcə? Bilirsiniz, buna ortası lazımdır. Nə bizim valideynlərimizin bizə etdiyi doğrudur da, hal-hazırda ki, bu vəziyyətin yaranması doğrudur. Çünki bizim valideynlərin əsasən şiddətlə, qorxudaraq, yəni bu verballaşmış bir şiddət də ola bilər, yəni bir psixoloji şiddət ola bilər, və ya da fiziki şiddət ola bilər ki, yəni qorxu ilə tərbiyə edib. Müəyyən bir şeylər, müəyyən bir fərdlər üzərindən özgüvən əksilməsi ilə yaşandı və ya da öz təsirini göstərdi psixoloji inkişafında hər bir fərdin. Amma biz də öyrəndik ki, valideynlərimizdən ki, okey, qorxu yaxşı deyil. Qorxu insana sevgi vermə, qorxudur və öz övladımıza bu şəkildə davranmayacağıq və heç bir limit qoymadan böyütdük, azad şəkildə. Nəsə birinə göz verə bilirik, nə də söz deyə bilirik və qarşı çıxırlar hər şeyə qarşı. Ona görə də hər şey ortağı lazımdır. Bayaqdan dediyim ki, disiplin, sevgi ilə, okey. Amma sevgi o deməkdir ki, uşağa limitsiz hər şəkildə böyütmək lazımdır. Sevgi, amma sərhədlərini bilməlidir. Qışqırmaq deyil, səs tonu yüksəltmək var. Məhrum etmək var, amma hansı hallarda məhrum edə bilərik? Sevdiyi aktivitə ola bilər, fəaliyyət ola bilər, əşya ola bilər, yiyəcək ola bilər ki, biz onu məhdudlaşdıra bilirik. Seçim əsasında məhdudlaşdırırıq. Müəyyən bir şərtlər var, onu etməsə, öz seçiminə biz onu artıq məhdudlaşdırırıq. Çünki hər bir uşaq öz sərhədini tanımalıdır. Sərhədini tanımayan uşaq digər insanın sərhədini də tanımır. Və digər uşaqların və ya da digər insanların sərhədini tanımayan sabahları gedən digərini bullying eləyər, digərini şiddət eləyə bilər, digərini yəni yanlış davranışlar da göstərə bilər. Buna görə də hər şeyə ortağı mütləq olmalıdır. Sərhədlər tanınmalıdır, disiplin olmalıdır. Səs yüksək, artıq bir valideyn, məsələn, bir göz bərəldəndə və yaxud da ki, bir hicim eləyəndə, uşaq onu döyəcək qorxusuyla deyil, burada müəyyən şeylər doğru deyil, müəyyən bir şey doğru eləmədim. Demək, mən bir davranışma ölçü biçmedim. Düşüncəsiyle yanaşmaq lazımdır əslində. Yəni, bu daha normasıdır, bu daha gözəlidir. Bəli. Bir sual gəldi sana, xanım. Oğlum 3 aylıqdır, 3 kilo 700 doğulub. İndi çəkisi 6 kilo 300 normaldır. Ana südü verirəm, istəyirəm smes də verim. Yəni, çəkidə əksiklik yoxdur, çəkisi norma daxildir. Əgər siz ana südü verirsinizsə, mesela yəni süni qidaya niyə görə üz tutasınız? Yəni ana südünün biz bilirik ki, əvəz edicisi yoxdur. İndi əvvəllər hamı həyata keçi alıb qoyanlar da olurdu ki, keçi yaxında, amma son elmi araşdırmalar göstərdi ki, heç də yaxın deyil. Yəni bir mif demir. Ona görə ana südünü davam eləyin 6 aya qədər. 6 aydan sonra da ana südü verəcəksiniz və əlavə qidaya başlayandan sonra artıq düzdür. Uşaqların artımı da zəif gedir. Çünki onun aktivliyi artır, hərəkətləri artır. Belə. Bir sonuncu sualı da alaq. Çünki bizim zamanımız bitmək üzrə. Məncə Azərbaycan valideyninə bol-bol maarifləndirmə lazımdır. Hər problem ilgisizlikdən yaranır. Çox gözəl, çox gözəl. Çox gözəl dedin. Mən hətta düşünürəm ki, inanırsınız, çox mərkəzlər var ki, biz də dəvət almışıq, getmişik. Çox gözəl Orvita reabilitasiya mərkəzi var. Oranın təsisçisi Ramidə Oktay qızı tanıyırsınız. Ramidə xanım hətta Qadınlar klubu deyilən belə bir klub təşkil elədi ki, orada anaları yığsınlar, maarifləndirici işlər aparsınlar. Gələn 4-5 nəfər tanış, biri mən, həkim olaraq mən getdim. Yəni, insanlara bu maraqlı da gəlmədi. Çox təəssüf olsun. Nəsə donduq deyəsən. Mənlə bir problem yaşandı. Yəni, bu heç bir anaya maraqlı olmadı və onlar da çox təəssüf həbsdən düşdülər. Belə halların olmağı, amma çox maraqlıdır. Lazımsız bir yerlərə maraq tez göstəririk ki,
maariflənmək vacibdir. Peyvənd vurdurma haqqında o boyda inarsız danışırıq, amma təəssüf ki, yenə də hamı özünə Təşəkkür olsun. qalır, köhnə fikirlərində qalır. Xanım çox gözəl vurğuladı. Aytən, Alcan ki, doğrudan da maarifləndirmə güclü olmalıdır. Yəni biz də bacarırıq canlıları açmaqla bu maarifləndirməni aparaq. Aynur xanım sizə çox təşəkkür edirəm. Bugün həqiqətən var. İndi baxıram ki, tamam az qalıb vaxtımıza. İstəyərdim ki, bu canlı yayımız davamlı olsun. Məsələn, valideynlər də sizə yazsınlar, mənə yazsınlar, hansı mövzu onlara maraqlıdır. Biz o haqda maraqlı bir şey hazırlaya bilərik. Yəni, sizin istəklərinizi çalışarıq ki, yerinə yetirək. Buyurun, son sözünüzü deyin, nə demək istəyirdiniz analarımıza? Ümumiyyətlə, Sənə xanım, çox təşəkkür edirəm və bütün valideynlərə də burada iştirak edən, sualı verən Aytən xanım, Alcan, mən sizə də təşəkkür edirəm. Həqiqətən, bizim cəmiyyətin hər bir qadının, ana oldu, ana olmadı, hər bir qadının maariflənməsinə ehtiyac var. Ümumiyyətlə, cinsiyyətə ayrılmır, hər kəsin ümumiyyətlə maariflənməsinə ehtiyac var. Yəni, biz əlimizdən gələni edirik, sadəcə maraq dairəsini artırmalıdırlar, bəhanələri verməyin, yəni bəhanələr axtarmayın. Uşağı məsuliyyətlə alınıbsa, artıq bunu davam etdirmək lazımdır. Məsuliyyətli yanaşmaq lazımdır. Bu, bir fərdi yetişdirmək, cəmiyyətə qazandırmaqdırsa, bunu artıq yəni tərlə, başla artıq bunu etmək lazımdır. Düşünürəm ki, yəni müəyyən qədər faydalı oldu görüşümüz. Hər birinizə təşəkkür edirəm. Çox sağ olun. Çox sağ olun dəvətimizi qəbul elədiyiniz üçün. İnşallah ki, davamlı olar. Təşəkkür Xanımlarımız da sizə də təşəkkür edirəm. Bütün izləyicilərə sağ olun ki, bizi izlədiniz. Təşəkkür edirəm. Sağ olun. Sağ olun.